Almaniyada yaşadığımız üçün uçuşumuz Münhen şəhərində başladı. İlk öncə Abu Dhabiyə, oradan isə Bangkonga yola düşdük. Ümumilikdə 16 saatlıq yorğun uçuşdan sonra ümid edib bizi qarşıda maraqlı günlər gözləyir. Bangkok Tayland krallığının paytaxtı və dünyanın ən canlı şəhərlərindən biridir. Burada qədim məbədləri müasir göydənələrlə yanaşı görə bilərsiniz. Daim hərəkətli, məşhur küçə yeməkləri, rəngarəng gecə həyatı və fərqli mədəniyyətlərin qarışığı hər il 30 milyondan çox turisti özünə cəlb edir. Bu gün isə biz də Bangkongu öz gözlərimizlə kəşf etməyə çalışacağıq. Rice and this is topping. Yeah, one topping Okay. with rice 50 baht, second topping 10 baht extra. So you can select Okay. it. Deməli, düyü verir, bölünə bundan verir 50 baht. Əlavə miksdə 10 baht. Abi yaxşı, onun içindəki nə idi? Pop dedi. O tofudur mən biləm. Tofu soyadan düzəldir. Tofudur bir də kələm. Pop nədir? Tofu soyadan düzəldirlər, belə proteinli bir şey yox. Yo, pendir kimi bir şeydir. Okay. Ət Amma demək ki, bundan qalsın bir də ondan. Can you mix this by pot? This by the pot. Bahar da geliyor, orada yer var ha. Ha? Oturma olur orada. Is this spicy? Not spicy. But there are some chilies. Okay. Çili maliyetinde elə sağ ol. Amma chili indi qırarı. Chicken onun But, içindəki. but the Yo, big chili tofu. usually not spicy. Broccoli. Broccoli. Nor ready home to go to The same and with egg. So one egg. This one too. Yes, also. And broccoli? Abi bahar da tarif geliyor lan. Yes, super. นั่งห้องนู้นได้ค่ะ อันนี้จ่ายเรียงคะ already pay เหรอ Okey bak çıktı. Biraz hava. Orada sıkan. anything some water Yə yeməli bir şey bu. Özü acı. Onu necə tapdım? Bibardır bu. Uydu. Saşıb yeyirdim ha bunu. Oo, Bibar, acı bibar. Mina gizlədiblər bura. Nə düşünürsün? Ya o öyle mi? Ya bu ümumi bunlar bir şey. gəlir qaşıqla yedin, tanı vermir ha. Qaşıqla bir kimi ya. Ay öyrənsinlər də. Onu bölmək yanım. Mən yanıb öldüm. Çatuçak bazarı dünyanın ən böyük həftə sonu bazarlarından biridir. Burada 15 mindən çox dükan və hər həftə 100 minlərlə insan bu yerə gəlir. Burada geyimdən tutmuş əl işlərinə, suvenirlərə və küçə yeməklərinə qədər hər şeyi tapmaq mümkündür. Əgər Bangkokda yerli atmosferi hiss etmək istəyirsinizsə, mütləq Çatuçaka gəlməlisiniz. Thank you, bye bye. Layın qaldır, onu dursun. Məşhur iyilənən meyvə. Çox qarışıqdır. Burada da şax satırlar. Burada. Mən də vaxtı dedim. Rəxtəni sən çəkiyor. Var mən çıxartmışam. Burada saç əvəzi başını var kəsəsən. Amma iyisi çox Gerçekten o. iləri çox pisdir. Hello. Ve salafonda. Yemək cəhətdən yəni çox acı yeyirlər və iyisi də çox pisdir. Bu nədir? Səncəm, xaladan yemək alma olur. Odan vərən zət tutar. Pop içməyə, maraqlı bir yerdədir. Ventilatorlar, amma hava istəyir. 50 euroyadır. Cəmisi 50 baht. Okay. İsti və yaxud soyuq sifariş verərəm. Soyuq bilmirəm.
Yəni neçə seçilib? Gəlirdim aşkına. Bu yazda yemək vermirlər. Hələ bu plazma televizordur ya. Və həyatda daydayın bu rahatlığından istəyirəm. Ayda köhnə qurtardım da. O bazar Sağ ol. Qaqaşımız bilir. Adını çəkmək lazımdır. One shot is enough. Okay, thank you. Oh, it's not Qatar, it's a Kotami and nearly Hangang? Hangang Maybe, is not We forgot it's not Tang, not Tang. different. Tang is another far away. It's near Yes. Samui. It's near Samui. มันได้หมดเลย 1 minute. It is in near from Chinatown. On Chinatown, it's go this way. Chinatown. And this is another way. Okay. Okay. You just pan. If you go to the Chinatown, it's nearly ที่นั่งมันจะเป็นได้ In Chinatown. in Chinatown. Okay. It is nice in Chinatown. It's nice. If you love the alcohol, beer, something like that. Azerbaijan is drinking or not? Yes, of course. You alcohol? With little. Drinking. Drinking is alcohol. I don't know if you have or not. Okay. Nice to meet you, T. Nice to meet you. Enjoy your day. Thank you. You too. Yeah. Enjoy your day. So, bye. Thank Bye, you. bye. Welcome your guest. ใช่ไหมก็ไม่ติดเนี่ยทาดิกดดิ Hadi normal o İngiliz danışanda başa düşmürsən. Bunu nələr başa düşürdün? Keçin restoranımıza bax. Hoş gəlmisiniz. Maraqlı. Teşekkür ederim. Hoş şeyleriniz var. Şalmayın, çəkdiyi portretləri sizə göstərmək istəyirik. Vətən çəkdiyiniz Bu buralarda bütün nə lazımdır, bütün təşkilatçılıq bizim agentliyə müraciət edə bilərsiniz. Biz hər cürə təşkilatçılığı sizin üstünüz edirik. Pulsuz, təmənnasız. Teşekkür ederim. Hörmətiniz artır. Sadəcə 200 baht ödəniş eləyirsiniz, qalan hamısı bizlikdir. Yaxşı, eləyərəm. Onlar şeydir, hesabınıza göndərib mən Yox, yalnız nağıza verərəm. Buranın Azərbaycanlı bir incəsənət xadimi var. Onun hamısı sənət əsərləridir. Biz də sadəcə təşkilatçılıq eləmişik. Sağ ol. Yəni o qədər məşhurdur ki, hətta Taylandda, Bangkokda Sizin kimi məşhur. gənclərimiz çox olsa Çox olmaz, bizim az yerimiz- olsa yaxşı. Çox olanda Niyə? dəyəri bilinmir. Ona görə az olsa belə maraqlı görsənir. Çox olanda da o da doğru. bizə də pul verər. En azından biz sizi kimi 3 dənə gəncimiz olsa bizim belimiz də yeri Üç dəyməz. dənə var, biri burada məsələn, biri də evdədir. İstəsəz onu da tanış edərik sizlə. Heç nə. İnşallah gələn dəfə biraz bu gün işlərim var. Getməliyəm. Heç nə. Oldu müəllim, təşəkkür Çox edirəm. sağ olun. Hörmətiniz artıq olsun. İnşallah gələn görüşlərə qədər. Bizim yol düşsə, eləsə, kimsə tapsa da bizi göndərin, gəlsin, göstərəyəm. Problem deyil. Sağ olun. Nə istəyir? Xırdamız var, nə qədəmdir?
Mərhəmətli qardaşım. Mərhəmətli qardaş ol. Sən mərhəmətli qardaş deyirsən bana. Bir bak. Qəfi yoxdur verin. Məndə qocam var. Atışın. O mən təpiklərim onu. Sən həmişə də Hə bildik, hamısı bir gəlir. Məndə də var, o var. It's okay. Mərhəmətli qardaşlarım mənim. Hə biz Thank you. Hə, qazanalım biz yerli halinin hörmətini də qazanmışıq. Anlıyorum siz cibinin 4 gəp çıxarır. 4 baht çıxarır salmatan. bir batın var. Bir baht insan, havuz mu verir? Hə, onu verməkdə. Özgə suyu ilə deyə özümə dostduram. Çıxardıb özü sənə 5 baht qaytarasıdır, cibinə pul Hə qoyarlar. çıxardı 20'lik verəsiz daha nə var? 20 verdik bir şey oldu. Hə, ceyb arağaza da verib evdə arvadı şu an döyəsi ilə pul çox Əli verir. eləsiniz. Bangkok çox böyük bir şəhərdir və şəhər daxilində tez hərəkət etmək üçün bir çox insan metrodan istifadə edir. Xüsusilə tıxaclı saatlarda bu ən yaxşı alternativ sayılır. Şəhər üzrə onlarla xətt və 100-dən artıq stansiya fəaliyyət göstərir. Bu da o deməkdir ki, bütün əsas nöqtələrə rahat çatmağı mümkün edir. Bilet almaq isə çox sadədir. Avtomatda marşrutu seçirsən, ödəniş edirsən və sənə kiçik plastik token verilir. Bu tokeni girişdə oxutdurursan, çıxışda isə tokeni xüsusi yerə geri qaytarırsan. Qiymətlər məsafəyə görə dəyişir. Təxminən 15-60 baht arasıdır. Bu da təxminən 1-3 manat deməkdir. Ona görə də ev tutarkən metronun yaxınlığında olması arzu olunandır. Məncə o Pakistan restoranında bir dənə olsun. Lahore. Chicken tandoori. Buradan. Kebapları özlükləri. Hayır. Kebapları filan normal bir dənə yemək seçərik. Nuş olsun, axır ki normal bir şey yedik. Mədəmiz ağrıydı məndən. Ağlımıza gələn şeylər yemişik də. Maşın yağından qızardılmış düyülər, nə bilim. O an şeydir. Yumurta verirlər, bilmirsən yumurtanın içində cücə çıxır, yoxsa nə çıxır. Nuş olsun. Ayranla sifariş vermişik, mədəmizin biraz üstünü aparsın, təmizləsin. Pakistan restoranları. Hadi ama her gün çok tebrik. Qaranlıq düşən kimi Bangkok tamamilə fərqli bir şəhərə çevrilir. Küçələr daha da hərəkətlənir və gecə həyatı başlayır. Gecə həyatın ən məşhur mərkəzlərindən biri Khao San Road və ya Sukhumvit Soy 11-dir. Burada bar, klub və müxtəlif restoranlarda əyləncə səhərə qədər davam edir. Daha sakit və panoramik mühit axtaranlar isə Bangkokun məşhur sky barlarına üz tuta bilərlər. Vertigo Moon Bar, Mahanakon Sky Beach və Sky Bar Libo State Tower'ın ən məşhur məkanlarındadır. Məhz burada Hangover 2 filminin məşhur səhnələri çəkilib. Nəsə? İkinci günümüz saat yol keçməyə çalışırıq. Burada ümumiyyətlə yol vermirlər. Tabii solunu qoru. Hello. Yeah.
Do you have something for breakfast? Okay. Breakfast var today. Sausage, cheese, egg. Seçdiniz? Mən bundan götürürəm. Tost. Götürək şimdi. Ben bundan götürürüm. Hadi bundan. Və içməyə? Americano. Americano. Mən də cappuccino. Can we order? Sandwich, sausage, cheese, egg. Yes, one and two waffle original. Two. Two Americano and one cappuccino. Ice Americano. Ice Americano. Hot Americano. Hot Americano two. Yes, and hot One. cappuccino. Hot cappuccino one. Yes, Yes. also hot. Yes. Ice. One ice Americano. One ice Americano. One hot Americano. ตัวเล็กแข็ง Neyse bugün Wat Arun məbədinə gəlmişik, yaxınlığındayıq. Amma gün dəhşət yağış yağır, imkan verir. Ona görə də yağış üçün aldıq. Sağ ol. Kırmızı rəngimi verdi. Görəcəksiniz. Türkçe değil mi? Görüş, hə be Allah Allah. Abi bu tip şarjı biz orası var. Ne var ya yağışta ha? Ağzımda. Children over 120 toll buy a ticket. Children you need. Dur. Okay dear. Hello, 3 tickets. Evet, şunu presentasyonu. Ehtiyatlı olun. Bangkokunun ən məşhur məbədlərindən biri Wat Arun məbədidir. Chao Phraya çayının sahilində yerləşən bu məbəd sübh məbədi kimi tanınır. Onun indiki görünüşü əsasən 19-cu əsrin əvvəllərində formalaşıb. Hündür mərkəzi gülləsi və rəngli keramikalardan hazırlanmış bəzəkləri bu məbədə xüsusi bir gözəllik verir. Bu gün isə məbəd həm dini, həm də turistik baxımından Bangkokun ən tanınmış yerlərindən biridir. Bura nədir? Ayaqdan bulub lazımdır. Evet baba. Biz Mescidin kapısı açıktı diye. Satu Sri Aditya Wanda Kami Pati Kota Rangkan Pasang Wanda Rapati Rasa Tamasya Sambutan Eline sağlık. Təzə dinin xeyir olsun. Əvvəl özünü necə hiss edirsən? Təmizlənməni, Pak hiss edirəm belə. Pakizə. Rahatlandım elə bir. Bütün pis güvvələr üstümdən götürüldü. Məncə biraz pis oldu. Yüz batacaq. Bir şey baş vermişdi. Yox, məncə öz yerini tapdım mən. Görüm sabitdən buradan bir şey ala. Gəl al hadi. Sən öz ikonunu seç. Burada deyən şəkli o çəkimdən. Budur bax, indi səni tanıyorum. Tanırsın ya şəkli olan nadir Azərbaycanlılardan biri. Savaş yer var, git babanı. Nasıl
yaxşı yox. Mən növbəti Şakan göndər. Şakan göndərəcəz. Bangkoqun səsli külük küçələrindən bir qədər uzaqlaşmaq istəyənlər üçün Lumpini Park ən yaxşı seçimlərdən biridir. Həm yerli sakinlərin, həm də turistlərin dincəlmək üçün gəldiyi yerlərdən sayılır. Burada insanlar idman edir və ya sadəcə göl kənarında vaxt keçirirlər. Lumpini Park həm də böyük su varanları ilə məşhurdur və bəzən onları parkın ətrafında görmək mümkündür. Təəssüf ki, biz buraya biraz gec gəldik və yağış da başladığı üçün biraz parkın dadını çıxarda bilmədik. Ona görə də əgər bura gəlmək istəyirsinizsə, çalışın günün birinci yarısı gəlin. Şu. Ağır üzümü çəkmir lan, indi hamı biləs kimi atmışam. Qorxma, demərəm bu. Şərtən tap. Əl kukladır ya o. Ölüb də. Hərfən bir də yatır o. Qışqırma. Nə var qatlayıb bunlar. Sortu bu deyil bəlkə. Qatlayırlar, oradan şey edirlər, dilənirlər, başa düşsən? Bangkok böyük və müasir alış-veriş mərkəzləri ilə də məşhurdur. Onlardan biri də şəhərin ən tanınmış mollarından sayılan Central World'dur. Bu böyük ticarət mərkəzi bir neçə mərtəbədən ibarətdir və burada yüzlərlə mağaza və restoran yerləşir. Burada həm lüks brendləri, həm də daha əl çatan moda mağazalarını tapmaq mümkündür. Zara, H&M, Pull&Bear kimi beynəlxalq markalarla yanaşı, Apple kimi texnologiya mağazaları da fəaliyyət göstərir. Buna görə də Central World həm alış-veriş etmək, həm də sadəcə vaxt keçirmək üçün şəhərdə ən çox sevilən yerlərdən biridir. Bir şey bəyəndinizmi qadınım? Bu xoşuma gəldi. Xoşuna gəldi. Aga, yəni Təzə mallarınız gəlib, keçin baxın. Həmişədən arzum olub mən şirinlərlə. Şirin babaya da oxşuysan. Yox. Would be a little spicy. If the customer that has never tried that. Hey, we take it. This one. Yes. Aya sizin mən. Acıdır. Ay baba bunu yemək. Olar məzələrini. Kola deyin çay. Hə, not spicy. Qarniri. Mən qurban. Vay dolpudur. Abi bu saatdir. Sən niyə acı yemirsən? Aga niyə acıyım axı? Bir daha baxanda oxşuysan acı. Yox, çox mənasız bir şeydir. Sən öyle, çox əlaqəsiz. Sən onu qorxu filmlərinə baxmaqsan. Yox, qorxma. Hamısını yedik, süpürdük. Necə idi? Yanıram. Super. Mən fikrimi ifadə edəmirəm, amma çox tatlı. Ağzın yanır öyle istifadə. Acı idi biraz amma amma elə də acı deyildi yəni. Yemək olardı. Yox, yaxşı idi. Yaxşı idi. Amma dadlı idi, çox dadlı idi. Bəlkə ən dadlı suplardan biri idi, yediyim. Hətta dedi ki, borçla başa başlayalım. Borçla dirəşər o dərəcədə. Acı yeməkdən sonra nəsə şirin yemək istədik. Gəldik Pick Chocolate. Ay qaca bunun dadına bax. Necədir dadı? Əsrarəngiz. Əsrarəngiz. Bu sözü axırıncı dəfə harda eşitmişdiniz? Kommentlərə yazın. Gözü bizə Var bax. gəldi sənə piramidan. Lan tempellərini oxşayır. Yaxından çək, yaxından çək. Dırmaş-dırmaşçı. Arxadan. Çox gözəl. Yol ağacıdır. İtin ağzından çıxmış yol ağacı olur. Babına baxalım indi. Bax. Dubai şokolad style da, Dubai chocolate. Ha, belə bir şey deyil. Ama bir dənə bunun dadına bax. Baxacaq bax, nə? Mən qaşığı niyə burada qoyursan? Qaşığı hardan tapdın? Ama bir dənə bunun dadına bax. Baxacaq, dəqiqəmə deyirəm. Ağrı bir dənə bunun dadına bax. Replayın basılımı qalıb nə olur? Qaşıqlar necə də verir ha? Mən də bayaqdan salafanın üçün qaşını açmağa çalışıyorum. Nə? İndi şey istəməsən də daha işlətməlidir ana bu. İşlətməlidir bizdə. Ağrı bir dənə bunun dadına bax.
O içine akıl var, ona şey. Bunun altı nədir bə? Alta Morka üstü çayxana. Bugün Bangkokda son günümüzdür. Evimiz belə görsənir. 3 gündən 90 euro pul verdik. Adama 3 manat düşür. İndi isə gedirik Bangkoka, oradan da növbəti hədəfimiz Phuket. Beləliklə 2 günün unudulmaz Bangkok səfərimiz sona çatdı. Bangkok canlı, enerjili və özünə məxsus atmosferi ilə yaddaşımızda qalan bir şəhər oldu. Növbəti dayanacağımız isə Phuketdir. Phuketdə görüşənədək.